Bu videoda klassik zombi anlayışından, yəni Romero'ya qədər ki, George Romero'ya qədər ki, zombi anlayışından hansı ki, haradan çıxmışdı bu anlayış və Romero'dan sonra onun hansı ki Living Dead adlı 6 seriyası hər bölümü fərqli-fərqli metaforlara, mövzulara toxunmuş filmlərindən danışacağım. Amma George Romero'dan əvvəl öncə klassik zombi anlayışı necə yarandı? Birinci bundan danışım. Deməli, Haitidə Afrikadan, Qərbi Afrikadan gətirilmiş kölə kimi istifadə olunmuş insanların, kölələrin vodu adlı bir dini inancı olur. Hansı ki, zombi anlayışı da ilk dəfə klassik zombi anlayışı deyək, buradan qaynaqlanır. Yəni ilk zombi insanların dirildirilib, yəni magiya ilə o dövrdə insanlar inanırdı ki, və magiyada işıq magiyası və qara magiya olan növləri var idi. İnsanlar ölülərlə təmasa girirdilər, ölüləri dirildirdilər, amma bu ölülərin dirildilməsində məqsəd onları kölə kimi işlətmək idi. Yəni onlar tamamilə modern zombi anlayışında olduğu kimi beyinsiz olurlar və sadəcə iş üçün istifadə edirlər kölə olaraq. Daha sonra isə, yəni bu zombi anlayışının ilkin kökü vodu inancından qaynaqlanır. Vodu inancı da Afrikalıların adət-ənənələri ilə xristian dininin qarışımı bir inancdır. Yəni bu inancda dediyim kimi işıq var, qara magiya var, ölülərlə ünsiyyət var, şamanizmdə olduğu kimi onları nə bilim dirildirsən, istifadə eləyirsən. Yəni ilk kökləri bura gedir. Amma bu videoda George Romero'dan danışacağım üçün keçək onun seriyasına. Deməli, George Romero necə ki, qorxu ədəbiyyatında, gotik ədəbiyyatda Edgar Allan Poe qorxunu xarici qorxudan alıb daxili qorxuya keçirdi. İnsanın daxilindəki qorxuyla daha da qorxunc şəklə gətirdi. Burada da George Romero demək olar ki, zombi filmlərinin atası hesab olunur. Tamamilə zombi anlayışını dəyişdirərək insanlar arasındakı sosial ünsiyyətlərə, münasibətlərə, siyasi mövzulara və yaxud da ki, kapitalizmə, militarizmə, indi danışacağım halda daha aydın olacaq. Onun 6 bölümlük Living Dead zombi seriyasında hər bölümündə bir cəmiyyətdəki bir mövzuya toxunulur metaforlarla. Yəni əslində biz zombi filmi izləyəndə sadəcə yenə də deyirəm, uşaq filmi kimi orada nə bilim qeyri-real obrazlar çıxır, insanlara hücum eləyir kimi yox, tamamilə başdan sona metaforlarla oxuyuruq. Özəlliklə yenə də deyirəm, zombi filminin banisi hesab olunan, əgər George Romero'nun filmlərini izləyiriksə, yəni tamamilə alt mətnləri oxumalıyıq bu filmlərdə. İlk filmi deməli 1968-ci ildə səhv eləmirəmsə çəkilmiş The Living Dead olmalıydı. Night of the Living Dead, ölülərin gecəsi. Və bu film ağ-qara formadadır. Mənim George Romero'nu kəşf elədiyim film bu olmuşdu ilk başlarda. Bu filmdə qardaşı ilə məzarlığa gedir. Başda görürük ki, bir qız və atasının qəbrinə gülçələn qoymağa gedirlər və orada zarafatlaşanda qardaşı ilə bir adam görürlər məzarlıqdan gələn, çox qəribə şəkildə. Zombilərin özəlliyi də belə qəribə tipdə yürüyüş olur. Bir növ lunatiklərə bənzədirəm. Lunatik gecə ay çıxanda yuxuda gəzən adamların yürüyüşləri olur şüursuz şəkildə, əlləri bu formada. Yəni bir tip onlara bənzədirəm. Və orada hücum eləyir, qardaşını öldürür, amma baş qəhrəman qaçır, gizlənir. Gözləyirsən ki, yəni bu qəhrəman və zombi arasında nəsə bir məsələ film izləyəcəyik, amma bundan sonraki hekayədə baş qəhrəman tamamilə passiv bir obraza keçir. Bunu da düşünürəm ki, məsələn heyvanlarda da olur, təhlükə anında həyatda qalmaq üçün, məsələn bir aslan digər bir heyvanı parçalamaq istəyirsə, o heyvan
özünü ölmüşlüyə vurur. Donma, yəni həyatda qalmaq instinkti kimi olur. Yəni donursan o anda və yaxud da ki, məsələn, şok yaşayanda, sevdiyimiz bir insanları itirəndə də o donma moduna deyim keçirik. Bir növ instinktiv davranışdır. Bundan sonraki hekayədə qız tamamilə donma modunda olur və bu filmi özəl eləyən səbəblərdən, ən əsas səbəblərdən biri biz Beni görürük. Qara dərili bir qəhrəmandır. Bu filmin çəkildiyi 60-cı illərdə demək olar ki, Afrikada irqçilik tüğyan eləyirdi, yəni o dönəmlərdə və bir filmdə qara dərili bir adamı baş rolda çəkmək, onu lider rolunda daha doğrusu digər insanlarla yığışırlar. Dediyim kimi zombi mövzularında əsas qorxu zombi kənarda olur, yəni xaricdə olur. Əsas qorxu bu zombilərə görə qorxmuş və bir araya gəlmiş insanlar arasındakı münasibətlərdir. Bu münasibətləri daha qorxunc göstərir Romero bizə. Yəni qorxulu olan zombi deyil, insanların özləridir, öz münasibətləridir. Və beləcə bu insanlar orada qorunmaq üçün zombilərdən birlikdə bu qara dərili adamın onlara liderlik elədiyini görürük. Çox ağıllı davranışlar, hətta qızı da xilas eləyir, göstərir. Yəni özü başlı başına bir inqilab idi filmdə və filmin sonunda demək olar ki, zombilər digərlərini yeyir, Ben isə həyatda qalır, bu qara dərili adam. Bu filmi ən belə sensasiya yaradan yeri də o idi ki, polislər daha sonra gəlib bu qara dərili adamı, yəni zombi olmadığı halda, həyatda qaldığı halda zombilərdən özünü xilas eləyir, amma polislər onu vurur. Bu həm o dönəmdə dediyim kimi çəkildiyi zaman irqçiliyin tüğyan elədiyi bir rejissor üçün bir qara dərilini baş rolda çəkmək çox böyük bir addım idi və cəsarət tələb eləyirdi. Məsələn, günümüzdə Azərbaycanda 21-ci əsrdə belə adi bir film çəkəndə cəmiyyət biraz səs-küy eləyir, rejissorlar gedir filmi geri çəkir. Çox gülünc bir mövzudur. Yəni belə olacaqdısa heç bu belə deyim riskə girməzdiniz. Bu biabırçılıq da olmazdı. Yəni cəmiyyətin elədiyindən daha biabırçı bu sənətlə məşğul olmaq istəyən adamların davranışlarıdır. Amma bir tərəfdən də Romeronu görürsən ki, Amerika kimi yerdə o qədər irqçiliyin belə qarışıqlıq olduğu bir dönəmdə sən gəlib baş rolda bir qara dərilini çəkirsən və eyni zamanda da bununla da kifayətlənmir, polisləri göstərir. Yəni polislərin vəhşiliyini göstərir ki, bu filmdə bizim öyrətdiyi o olur ki, qorxmalı olduğumuz beyinsiz ölülər deyil. Zombi dediyimiz beyinsiz məxluqlardır. İdarə yəni onsuz da klassik zombidə də gördüyümüz kimi onlar sadəcə kölə olaraq istifadə edilirdi. Yəni onun üçün dirildilirdi. Yəni bizim qorxmalı olduğumuz polisdir, dövlətdir və bir də bu filmdə əsas nüanslardan birisi mediadır, informasiya. Bu insanlar əlbəttə ki, hamısı bir toplu şəkildə bir evə sığındıqları üçün məlumat almağı, yəni çöldə nələr baş verir, sadəcə televiziya və ya radiodan dinləyirlər və xəbərlərin nə dərəcədə panika yaratdığını görürük. Polislər çatdıra bilmir, artıq özünüzü qoruyun və yaxud da ki, qeyri-dəqiq informasiyalı olur, insanlar izləyirlər, anlamırlar nə edəcəklərini. Medianın tənqidi idi və dövlətin, polisin tənqidi idi daha çox və eyni zamanda irqçilik mövzusu, insanların daxilində yaşatdıqları o çaxnaşmalar, intriqalar. Yəni mənim ən bəlkə də ilk izlədiyim lənətə gəlmiş kameram. Bir dənə kameranı normal danışmağı öyrənsəm və kameraya baxmağa bütün diqqətimi eləməsəm, çox qəşəng mövzular danışacağım. Amma hələ ki, fikrim qalır kameraya baxmaqda və kameramın düşməməsində. Yəni, mən ən sevdiyim bu seriyanın, bəlkə də ağ-qara filmləri daha çox sevirəm deyə, bu seriyada sadəcə ağ-qara bu filmdir. Bundan sonraki rəngli filmlərdir və ikinci filmlər bu arada qeyd eləmişəm, 78-ci ildə çəkilmiş Dawn of the Dead. Bu filmdə isə kapitalizmin tənqidini görürük. Daha doğrusu istehlakçı cəmiyyətin. Burada zombilər dirilibdir və insanlar alış-veriş mərkəzinə sığınıblar qorunmaq üçün. Çünki ətrafı hər tərəfi zombilər işğal eləyib və
zombilərin alış-veriş mərkəzinə belə şuursuzca bu tip gəlməsinin təbii ki, bir səbəbi var. Çünki bu zombilər yaşayanda, yəni ölmüş zombilər yenidən dirilir. Yəni insan ölür, tutalım. Filmdə də görürük ki, məsələn, vurulur bir qadın, o ölür, xilas eləməyə çalışırlar, ölür, öləndən sonra zombi olaraq dirilir. Və yaşayan zaman bu zombilər alış-veriş mərkəzlərində, yəni almaq, tüketim çılğınlığı deyirik türklər, yəni onun tənqididir. Və alış-veriş mərkəzlərinə gediblər deyə, orada yaşayıblar deyə, yenidən diriləndən sonra, zombi halını alandan sonra yenidən alış-veriş mərkəzlərinə gedirlər instinktiv halda. Yoxsa onlar, dediyim kimi, zombilər beyinsiz məxluqlardılar deyə, onlar belə hesablasan ki, insanlar bura getmiş ola bilər, gedək onları axtaraq filan deyə bir şey yoxdur. Tamamilə instinktiv davranırlar. Və burada da eyni ilə bu alış-veriş mərkəzində zombilərdən xilas olunmaq üçün insanların öz aralarında, məsələn, bir qrup gizlənir, digər qrup deyir ki, yəni bizdə başqa yer yoxdur, biz də burada gizlənməliyik, bir hamilə qadın mövzusu var. Yəni insanların öz arasındakı hadisələri bizə göstərir ki, qorxunc olan budur. Sənin ölülərdən, zombilərdən qorxmağına ehtiyac yoxdur. Və üçüncü bölümündə Day of the Dead-də 85-ci ildə çəkilmiş, hökumət və zombilər artıq geniş bir hal alır. Artıq dövlət səviyyəsində zombilərlə yəni bir tədarük görməyə çalışırlar deyim. Yəni mübarizə başlayır, mübarizə eləməyə başlayırlar, aparırlar. Burada deməli Day of the Dead. Hətta 3-cü bölüm buydu. Burada adları qeyd eləmişdim. Yəni burada daha çox militarizmin, belə deyək ki, tənqidi var idi. Çünki Romero şuursuz şəkildə istehlak edən, yəni məsələn alış-veriş mərkəzinə gedən insanları da zombiləşmiş, yəni qısaca belə deyim də, yəni deyir zombi sizsiniz, siz özünüzsünüz, özünüzə baxın. Kənarda bir ölüb dirilmiş bir zombi qorxu axtarmayın. Qorxunc olan yenə də deyirəm, siz özünüzsünüz. Yəni burada necə ki şuursuz şəkildə alırdılar, qəbul edirdilər. 3-cü bölümdə də militarizm, yəni əskər dediyimiz nədir? Dövlət sənə nə əmr verirsə, sən şuursuz şəkildə, beyinsiz şəkildə onu eləməlisən. Bu arada yadımdan çıxmamış burada bu şeyi deyim, bilmirəm nə qədər bənzətməm uğurludur. Gün var əsrə bərabər əsəri var. Çingiz Aytmatovun oradan bildiyimiz manqurt anlayışı, hansı ki onun beynini yerlər, nə bilim, dəvə dərisi, günəşin altına qal və s. Mən oradakı manqurtu, o ananın oğlunu zombiyə bənzədirəm qəribə şəkildə. Bilmirəm nə qədər bənzətməm uğurludur. Amma onu da bir kimliyi silinmiş olur. O da yəni zombiləşmiş, belə deyək, beyinsiz bir anasını belə tanımır, yəni. Və deməli 4-cü seriyası Land of the Dead, bu mənim ən sevdiyim demək olar ki, ikinci bölümüdür. Burada mövzu Hitchcock'un radiosundan danışanda dediyim kimi elm etikası idi. Burada artıq zombilərin üstündə insanlar eksperimentlər aparmağa başlayırlar. Bir yeraltı yer düzəldiblər, orada zombilərin üstündə tədqiqatlar aparılır və burada ilk dəfə əslində bu bölümdə zombilərin insani davranışlar göstərdiyini görürük. Bir zombinin artıq insanlaşdığını görürük, amma eyni zamanda da bu hadisə ilə bərabər olaraq insanlar artıq zombiləşib. Çünki bu elm uğrunda, araşdırmaq uğrunda artıq çox dəhşətli zombilər üzərində dediyim kimi elm etikası var idi, hansı ki utilitarianizm deyirdik, faydaçılıq, bir insanı, bir toplumu xilas eləmək üçün başqa bir insanı və yaxud da ki topluluğu qurban vermək olarmı? Bu haqda danışırdıq. Yəni bu 4-cü bölümün mövzusu bu idi. Elm etikası. Və burada bir də zombilərin cəmiyyət halında artıq görürük ki, lüks şəkildə yaşayırlar. Daha doğrusu kapitalist elitalar deyək, lüks halında yaşayırlar. Artıq zombilərlə və aşağı təbəqələrdən ayrı bir təbəqədirlər. Yəni zombilər artıq aşağı alt təbəqə ilə 3-cü sinif insanlarla eyniləşdirilib. İnsanlar və zombilər yoxdur.
elit insanlar və aşağı təbəqəli insanlar və zombilər. Bu zombi və aşağı təbəqələr eyniləşdirilmiş olur. Yəni anladığınız kimi burada artıq sinif fərqlərinin, təbəqələşmənin, o dediyim kimi kapitalist elitaların tənqidi var idi. Daha sonraki bölümdə 5-ci bölümdə Diary of the Dead. Burada artıq bildiyimiz kimi 5-ci bölümdür və gənclər qərar verirlər ki, bu zombi hekayələrini, zombiləri sənədləşdirməyə çalışırlar. Və əsas mövzu zombi mövzularını sənədləşdirərkən dezinformasiya yaratmaqdır. Yəni kütləvi informasiya vasitələrinin insanları necə çaşdırdığıdır, necə zombiləşdirdiyidir. Artıq oradakı o informasiyalar daha təhlükəli olur. Zombilərdən daha təhlükəli olur toplum üçün. Daha çaşdırır, çaşqınlıqda saxlayır. Mənə bilmirəm, çox möhtəşəm gəlir bu detallar və deməli 6-cı bölümü harda qeyd eləmişdim. Bir də 6-cı bölüm var, sözün düzü ona baxmamışam. Survival of the Dead. Buna bugün baxacağım mütləq. Burada mövzusuna baxmışdım təxmini ki, iki bir-birindən düşman ailə, biri təklif eləyir ki, zombiləri yaxşılaşdıraq, yəni müalicə eləyək. Digəri də deyir ki, yox, öldürək. Belə bir ideologiya anladığım qədərilə mübarizəsi var. Yəni ideologiyaya uyub, kör olub, öz ideologiyası səbəbindən kör olub, gerçəkləri görməyən insanların, belə deyim, tənqidi idi, metaforuydu. Zombi filmlərində dediyim kimi modern zombinin atası sayılır George Romero. Yəni adam bildiyim bu sahədə zombi filmləri hər nə qədər də yenə də bizdə vampir ədəbiyyatı və filmlər kimi sevilməsə, zombi ədəbiyyatı da var bu arada. Yəni bu adamı ən azından zombi filmləri deyəndə ən azından Romero düşünürəm ki, bir dənə belə olsa onun filmini izləmək lazımdır və indi keçirəm zombi anlayışının özünün oxunmasına. Zombi dediyimiz şey, dediyim kimi, o klassik zombi anlayışından da Afrikalıların Voodoo adlanan dini ilə hansı əlaqəli idi, beyinsiz olaraq təsvir edilirdi, kölə olaraq istifadə olunmaq üçün. Yenə də deyirəm, modern zombi anlayışında da bu dəyişmir. Zombilər beyinsiz, instinktiv hərəkət eləyən canlılardır. Amma vampirlər məsələn xaçdan qorxurdu, nə bilim, sarımsaqdan qorxurdu və s. Zombilərin qorxduqları tək şey var, ocaqdan qorxurlar. Bunu bilmirəm nə qədər bu metaforu anlaya bildinizsə. Məsələn, Platonun mağara allegoriyasında xatırlayırdınızsa, orada ocaq yanır və ocağın kölgəsi yaranır. Ocaq nəyin, ümumiyyətlə sineklərin tanrısında da, kitabında da danışmışdım məsələn. Ocaq, atəş demək, sivilizasiyanın başlanğıcıdır. Zombilər isə, zombi mövzusu varsa, mütləq ki, o filmdə bir apokalipsis var. Yəni, qiyamət, dünyanın sonunun yaxınlaşmasıdır. Məsələn, bu zombi filmlərinin birində deyirdi ki, artıq cəhənnəmdə yer qalmayıb, ona görə ölülər burada təzədənləndirilir. Mütləq bir dünyanın sonu gəlib və zombilər peyda olub. Bunu tüketim çılğınlığı, militarizm, elmi araşdırmalar üçün insanların özlərinin vəhşiləşməsi, kütləvi informasiyaların dezinformasiya yayması, yəni modern çağda da bu şeylərin hamısını izləyə bilərik. Yəni bu şeylərin hamısı, necə ki, məsələn, İskandinav mifologiyasında danışanda qiyamət əlamətləri vardı və yaxud da ki, İslamda qiyamət əlamətləri var, Xristiyanlıqda var, Dəccal gəlir, nə bilim, saxta peyğəmbər. Yəni qiyamət əlamətləri bütün mifologiyalarda və ya dinlərdə var. Burada da eyni ilə zombilər nə zaman çıxır? Qiyamət artıq mövzusu yaranır. Artıq dünyanın sonudur, aləm dəyib bir-birinə, insanlar bir-birini didir, acılıq var, siyasi problemlər var, siyasi ideologiyalar var. İnsanlar şuursuz şəkildə ancaq alış-veriş edir, ancaq tüketim edirlər. Yəni nəsə özləri yaratmır. İnsanı var eləyən şey nəsə bir şey yaratmaqdır, var eləməkdir. Amma insanlar ancaq alırlar, yenə də deyirəm, şuursuz şəkildə və yaxud da ki, təbiəti, ekologiyanı çirkləndirirlər. Yəni bunların hamısı ümumilikdə, toplu halda bir qiyamətin yaxınlaşdığını göstərir və zombilər peyda olur. Zombilər nə edirlər? İnsanların beyinlərini yeyirlər. Zombilərin beyinləri olmadığı üçün insanların beyinlərini yeyirlər. Necə ki,
belə deyək, zombi qiyamətdir, yəni kölgədir, qaranlıqdır, beyinsizlikdir, düşüncəsizlikdir. Eləcə də atəş nəyin simvolu idi? Sivilizasiyanın. Yəni qiyamət nə zaman gəlirdi? Mədəniyyət ortadan qalxanda, sivilizasiya çökəndə zombilər yaranırdı. Bu zombilərin qorxduğu tək şey ocaqdır, atəşdir. Çünki atəş, yenə də deyirəm, sivilizasiyanın mağara allegoriyasında da gördüyümüz kimi sivilizasiyanın metaforasıdır. Belə deyək, dəqiqləşdirsə, zombilər qaranlıqdır, ocaq isə qaranlıq və cahillikdir, beyinsizlikdir. Ocaq isə işıq və sivilizasiyadır. Yəni işıq və sivilizasiya gələndə o kölgə və qaranlıq əlbəttə ki, yox olur. Ona görə də filmlərin hamısında The Walking Dead serialı var idi. Mənim çox sevdiyim serial. Orada da bu detal var idi, zombilərin ocaqdan qorxması. Yəni ocaq yandırırsansa, artıq bir sivilizasiya, yəni beyin işlətsə, mədəniyyət hələ çökməyibdir. Biz işıq yandıraraq kölgəni, o qaranlığı məhv eləyirik. Yəni bu metaforanı zombi filmlərində ən sevdiyim metafora idi. İlk başlarda baxanda, yəni mənə vampir ədəbiyyatını və yaxud da ki, gotik ədəbiyyatını artıq bildiyim üçün zombi filmlərinə baxanda artıq o metaforları özüm oxum eləmişdim ki, bu ocaq olsa sivilizasiyanın metaforasıdır. Yəni zombi filmlərinə çox kütləsi olmur. Ümumilikdə çox vaxt bunlar da bu seriyalarda kultlaşmış dediyim, yəni müəyyən təbəqəsi olmuş, müəyyən təbəqəyə xitab edən filmlərdir. Və düşünürəm ki, bizdə yenə də o fantastik dediyim filmlər kimi və yaxud da ki, mifologiyalar kimi qeyri-ciddi qarşılanır. Amma altında, alt mətnlərini oxuyanda hər birinin çox önəmli mesajları və yaxud da ki, mesaj da deməyə də sevmirəm. Çünki bir incəsənətin, bir filmin mesaj vermək kimi qayğısı olmamalıdır. Belə deyək ki, tənqidi var idi. Daha çox tənqidi olur zombi filmləri. Yəni belə, əgər zombi filmlərinə heç baxmamısınızsa, mütləq surətdə George Romero'nun filmləri ilə, özəlliklə bu 6 seriyası ilə başlaya bilərsiniz.